Kırdalan şəhərində, dəyərli dostlar, məktəbin tam yanında 210 kvadrat torpaq sahəsinin içərisində inşa edilmiş qoşadaşla şəxsi tikili həyət evlərini sizə təqdim edirəm. Evimizin həyətinə təqribi bir 9-10 avtomobil rahatlıqla yerləşəcək boyda həyətimiz var. Mərkəzi yola da çox yaxın ərazi yerləşir. Heydər Əliyev prospektinin demək olar ki 200 metr məsafəsində. Çıxarışı əldədir. Torpağın da, evin də, yəni kupçası var. 7 daş kürsü üzərinə inşa edilib. Qoşadaşdır, təqdimatda elədim sizə. Həyəti belə bir gözəl, evin qarşı hissəsi navesisi. Zirzəmisindən də rahatlıqla istifadə edə bilərsiniz. Görürsünüz, əmlak sahibi zaten istifadə edib. Görürsünüz, kifayət qədər gözəl təmirli, əla bir həyətdir. Həyətini sizə belə təqdim edeyim, dəyərli dostlar. Baxın. Görürsünüz, ora maşın giriş darvazasıdır. Girişdən daxil oldun, 10 avtomobil yəni rahatlıqla yerləşəcək boydadır. Bu qiymətə belə evlər təsadüfi hallarda çıxır. Gedək evimizin içərisinə, ətraflı məlumatı sizə oradan verək. Olarkən evimizin içərisinə bizi belə bir geniş ölçüyə malik qarşılayır koridorumuz. Solda qonaq otağıdır. Sol tərəfdə uşaq otağı, 2 dənə böyük yataq otağı, sanuzillərimiz ayrı-ayrılıqdadır. Bura isə mətbəx talanımızdır. Tam ideal bir ərazi yerləşir həqiqətən də. Evimizin özü də möhtəşəmidir. Qiymət rəy bölməsində açıqlanacaq. Şəxsi özünə aid tikilidir, dəyərli dostlar. Mərkəzi yolun tam yaxınlığında 7 saylı orta məktəblə arası 100-150 metr məsafədədir. İdealın idealı. Otaqlarımızın hamısı kifayət qədər, ölçüləri geniş. Görürsünüz, belə bir səliqəli, əla təmirli qonaq otağımızdır. Dəyərli dostlar, qiyməti bir daha deyirəm, rəy bölməsində açıqlayacağım sizlərə. Keçək yataq otağını sizə təqdim edeyim. Uşaq otağımızı normal qaydada, normal genişlikdədir. Burada böyük yataq otağımızdır. Həqiqətən də kifayət qədər ölçülərimiz geniş, səliqəli. Burada yerləşir növbəti üçün 4-cü otağımızdır. Tam ideal ərazidə, ideal bir həyət evdir. Kifayət qədər də geniş foyemiz var. Ümumi sanuzillərimizdir, hamam otağı, əl yolsu. Keçək mətbəx talanını sizlərə təqdim edeyim. Dəyərli dostlar, daxil olaraq mətbəximizə belə bir kifayət qədər geniş ölçüsü olan mətbəx. Masanın da üstündən görsənir də, görürsünüz, texpas borc çıxarış əldədir. Dövlət tərəfindən ipoteka ayrılanlar müraciət edə bilər. Diqqətinizə görə sağ olun.